zülmətdir. Əzzinəmə də balım, əzzinəmə də balam, badam sevgilim, ah. Demək ki, anam qurban, sənə yadam sevgilim, qara gözlərinə qurban oldum, qurban oldum, ay. Uzaqdan də balam bu gördüm, ay. Uzaqdan də balam bu gördüm, dünya qədər şadam sevgilim, sevgilim, sevgilim. Mən Sərnik müəllim, necə dostum olur olsun, necə lap çox istədiyim bir insan olsun. Yəni mən heç nəyə, heç kimə görə heç bir sözü, heç bir mahnını oxumuram. Ümumiyyətlə oxuya bilmirəm, alınmır məndə. Hər bir oxuduğum mahnı, oxuduğum muğam, oxuduğum qəzəl, oxuduğum qoşma, bunun hər biri mənim gərək ürəyimdə əvvəlcə özü oxunsun. Özü oxunandan sonra heç mən onun o şeiri, o qəzəli yazan şairi tanıyıb tanımamağım yəni vacib deyil. Şeir özü gərək məni aparsın, qəzəl özü məni aparsın, öz-özünə yaransın, özü oxunsun, ürəyimdə oxunsun, bəstələnsin ki, mən onu oxuyum, tamaşaçılar çatılım. Və sizin də mənim də saysız hesabsız kitablarınız, nəğmələriniz, şeirləriniz var. Siz həmişə, mən sizə minnətdaram. Yeni bir şeir yazan kimi ilk onun dinləyicisi mən oluram. Yəni onu necə olsa mənim üçün çatdırırsınız ki, mən onu oxuyum. Siz də ürəyinizdə bir sakitlik tapırsınız ki, Şahnaz xanım artıq bu şeiri oxudu. Amma mən necə deyim, sizin poeziyanızda, sizin bu gözəl incilər yazırsınız. Bunların içində mən hamısını çox sevirəm, çox xoşuma gəlir, oxuyuram sevə-sevə. Amma mənim ürəyimdə oxunub, özünə yer tutan və tamaşaçıların da hətta ürəyində qalan bir gözəl şeiriniz var. Gündüzlər gözümdə, xəyalımdasan, gecələr qəribəm, qəribəm sənsiz. Gündüzlər gözümdə, xəyalımdasan, gecələr qəribəm, qəribəm sənsiz. Yuxum yox, yuxuma gələsən gülüm, gecələr qəribəm, qəribəm sənsiz. Necə də uzunmuş aman gecələr, gələr gözlərimdə duman gecələr. Boyuna biçir hicran gecələr, gecələr qəribəm, qəribəm sənsiz. Gecələr qəribəm, qəribəm sənsiz. Hanı şirin yuxuyum, hanı şirin yuxuyum, hanı bal yuxum. Çıxıb qəm dağına, olub lal yuxum. Tutmayır sədnikdən bir əhval yuxum. Gecələr qəribəm, qəribəm sənsiz. Gecələr qəribəm, qəribəm sənsiz. Gecələr qəribəm, qəribəm sənsiz.